üsyanlar, bu mitinglər Azərbaycana azadlıq qazandırdı. Azərbaycanın müstəqilliyi arxadakı binada elan olundu. O vaxtki Ali Sovet Azərbaycanın Sovetlər İttifaqından çıxması haqqında qərar qəbul elədi və 1991-ci il 18 oktyabrda yenidən yüksələn bayraq bir daha enmədi. Ali Sovetin həmin iclasında da 2 həftə ərzində müstəqillik haqqında Konstitusiya aktının hazırlanması barədə qərar verilsə də, qərarın qəbulu 2 ayədək uzandı. Nəhayət, 1991-ci ilin oktyabrın 18-də tarixi bir sənəd qəbul edildi. Ad-baad keçirilən səsvermədə 360 deputatdan 258-i dövlət müstəqilliyi haqqında Konstitusiya aktının lehinə səs verdi. Dövlət müstəqilliyimizin qazanılması minlərlə şəhidlərimizin apardıqları müqəddəs mübarizənin məntiqi nəticəsi idi. 1991-ci ilin dekabrın 8-də SSR-nin tam süqutundan sonra isə Azərbaycan xalqı dekabrın 29-da keçirilən referendumda dövlət müstəqilliyi haqqında Konstitusiya aktını təsdiq etdi. Elə həmin gün Respublikanın bütün şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verildi. Bununla da Şərqdə ilk demokratik respublika olan Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Bu dəfə əbədi, dönməz və daimi müstəqilliyə. Bu müstakilliğe meyli olmayan ya bunu istemeyen adamlar ne kadar mukavemet gösterdilerse de hiçbir şeye nail olabilmediler. 91. yıl Oktyabr ayında Azerbaycan'ın Ali Soveti Azerbaycan devlet müstakilliği hakkında konstitüsiya hakkı kabul etti. Ve bu tarih Azerbaycan'ın müstakilliğinin başlangıcı günü oldu. Bakmayarak ki orada da hele bazıları Azerbaycan'da gözlüyordular ki belki de SSR yaşayacak ancak SSR dağılmıştır. Bundan onu demek istiyorum ki halkımız asrın evvelinden öz qabaqçıl, mütefekkir şəxsiyyətlərinin simasında özünə milli azadlıq, müstəqillik arzusunda olmuşlar. Ancaq təəssüflər olsun ki, sonraki devirdə Sovet hakimiyyətindən bəhrələnən və xalqının gələcək haqqında düşünebilmeyen insanlar ise 91. yılda böyle bir fırsat yarandığı zaman hatta bundan da istifade ne ki etmemişler, hatta istifade etmekten imtina etmişler. Ancak tarihin gedişatı, prosesler elə sürətlə hərəkət edirdi ki, heç kəs artıq onun qarşısını ala bilməzdi. Və bugün biz böyük iftixar hissi ilə deyə bilərik ki, əsrin sonunda bütün çətinliklərə, manelərə baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi.